İlk olaraq Allah-u Teala belə buyurmuşdu: Əgər bəndəmizə, Peyğəmbərə nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər ən azı bir surə gətirin. Bununla da Allah-u Teala Quranı inkar edənlərin hamısını açıq mübarizəyə dəvət edir ki, bu yolla öz acizliklərini görüb bu kitabın doğrudan da səmavi vəhy olduğunu qəbul etsinlər. Daha sonra isə Quran belə buyurmuşdu: Əgər doğru deyirsinizsə, onda Allahdan savayı bütün şahidlərinizi bu işdə köməyə çağırın. Ayənin orijinalındakı şühədə, şahidlər sözündə kafirlərə Peyğəmbəri inkar etməkdə yardımcı olan şahidlər nəzərdə tutulmuşdu. Allahdan savayı ifadəsi isə ona işarə edir ki, Allahdan başqa bütün insanlar toplaşıb əl-ələ versələr də, Quranın surəsi kimi bircə surə gətirə bilməzlər. Əgər doğru deyirsinizsə, budaq cümləsi isə əslində kafirləri bu mübarizəyə dəvət etməyə təhrik edir. Yəni, sizin bu işdə acizliyiniz yalancı olmağınıza dəlalət edir. Yalancı olmağınızı sübut etmək üçün əl-ələ verib, Quran surələri kimi bircə surə gətirin. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.